Cəbrayıl, FIFA reytinginə görə 2025-in ən güclü baş məşqçiləri. Top 6 lazımdır mənə. Yəqin ki, birinci ağlıma gələn Hans Flickdir. Hans Flick var siyahıda, siyahının ikinci pilləsindədir. Sonra Çempionlar Liqasını PSG ilə qazanan Luis Enrique gəldi ağlıma. Luis Enrique siyahının birinci pilləsində. Sonra Luis Enrique'dən sonra ağlıma gələn Arteta. Mikel Arteta siyahıda 7-ci pillədədir. İlk altıqda top 6-da alınır. Hal-hazırdaşılar deyirsiniz də, yəni aktiv olaraq da. Pep ümumi şəkildə girərdi. Pep amma bu siyahıda yer almayıb. Aktiv FIFA'nın özünün düzəltdiyi reyting siyahısıdır. Məsələ orada Pep yer almayıb. Pep almayıbsa yəqin onda Premier League-dən Arne Slot. Arne Slot var siyahının tam da 6-cı sırasında. Son pilləsində yer alıb. İngiltərədən başqa var. İngiltərədən var. Yaxşı sezon keçirdən Arsenalda. Enzo Maresca. Enzo Maresca var, bəli, doğrudur. Xabi Alonso var. Alonso yoxdur. Siyahıda qaldı 3 və 5-ci sıra. 3 və 5-ci pillələr. Lionel Scaloni. Yox, səhvdir. Mən düşünürəm ki, izləyicilərimizdən soruşaq. Sizcə